Salam, hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Abbas Səhətdə, yəni 3-cü mikrorayonda 9 mərtəbəli binanın 5-ci mərtəbəsində 3 otaq, 4 otaq düzəldilmiş. Bax, qarşıda gördüyünüz əla və keyfiyyətli təmir olunmuş. Bax, belə bir mənzil satılır. Onu da deyim ki, yəni əşyaları ilə birlikdə satılır bu mənzil. Hal-hazırda böyük salonda olan əşyaları sizə göstərirəm. Deməli, sənəddə 67,1-dir, ancaq burada onu da deyim ki, bəzi yerlər nəzərə alınmır. Ona görə 67,1-dir. 3 otaq, 4 otaq düzəldilib. Hal-hazırda deməli, bax, mən sizə otaqlardan ikinci otağı göstərirəm. Qapısı dəmirdir. Yenə təkrar edirəm. Deməli, evdə olan əşya qab-qacaq, bir də paltardan başqa, paltar əşyalarından başqa, deməli, evdə qalan əşyalar, olan əşyalar evdə qalır. Hal-hazırda qapıdan giriş hissəsini görürsünüz. Gördüyünüz kimi qapısı dəmirdir. İpotekaya yararlıdır. Sənədi çıxarışdır. Asan xidmətdə bağışlayın. Alqı-satqıya gedən sənəddir. Bura isə deməli ikinci otaqdır. Bax, ikinci otağın deməli əşyalarını sizə göstərirəm. Bax, bu cürdür. Bildiyiniz kimi 3-cü mikrorayonda 19 nömrəli orta məktəb, həmin məktəb yanında uşaq bağçası, çox yaxınlıqdan 9A marşrutu keçir. Deməli, bura Abbas Səhət xəstəxanasının arxasında demək mümkündür. Bura isə 4-cü otaqdır. İndi isə otaqların necə yerləşməyini mən sizə göstərirəm. Dediyim kimi, bura deməli bu binanın çox yaxınlığından 9A marşrut işləyir. Bundan başqa, bax, bura Gülər marketin yanından, Abbas Səhət adına xəstəxananın yanından, bir də ki, deməli, dərmanın kurğunun yanından gəlmək mümkündür. Hamam, bax, qarşıdadır, təmirlidir. Mənə deyilənə görə 2 tonluq su bakı var. Hamamı, bax, bu cürdür, kolonka sistemidir. Yenidən mən sizə, bax, barazini göstərirəm. Yəni, Qladovka kimi qarşıda görmək mümkündür. İndi sizə mətbəğini keçirəm. Mətbəği, bax, buradadır. Deməli, mətbəğini bura keçiriblər. Balqona, bax, bu cürdür. Yəqin ki, mətbəx mebeli evdə qalır. Yəni, əşyaları ilə birlikdə hal-hazırda mən sizə, deməli, xaladelnikini göstərirəm. Paltoriyan maşın evdə var. Bax, görürsünüz. Bax, belə bir əşyaları ilə birlikdə 3 otaq, 4 otaq düzəldilmiş mənzilin qiyməti 81.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Dediyim kimi, Gəncə şəhərində Abbas Səhət adına xəstəxanaya çox yaxın bir ərazi. Bundan başqa deməli 3-cü mikrorayondur. Bax, belə sizlərə uğurlar.